Salam dostlar, bugün görəcəyimiz işlərdən biri olacaq. BMW 7-ci seriyadır, işə düşmür, kodlanmır. İndi düşürdük. Diagnostik edib, problemin nədən olduğunu tapıb, düzəldib, sonda sizə göstərəcəm. Dostlar, gördüyünüz kimi bu formada kodlanır. Yəni, arxaya verək, qabağa verək, göstərdim sizə ki, hansı problemlər edir. Baxın, işləməyinə baxın, baba, indi sönəcək. Baba, qaz da verirsə, götürmür. Reaksiyasını görürsünüz də. Formada işləyir. Bax, qaz verirəm, polnu qaz götürmür. Bax, söndü. Sonra da nə qədər edirsən, bir neçə dəqiqə xodlanmır, təzən gələndə xodlanır, bu formada edir. Diagnostik elədim, dəqiqləşdirdim ki, Valvetronikin beynində problem var. İndi onu söküb düzəldəcəm, sizə göstərəcəm. Problem bu gördüyünüz Valvetronikin beynindədir. İndi bunu söküb təmir edib, üstünə qoyub sizə göstərəcəm. İndi hal-hazırda qoyacam üstünə, görüm işlər işləmir. Baxaq. Hələ yoxlamamışam. İndi yoxlayacağım. Hal-hazırda qoyuram üstünə. Radyomlarını da keçirdirəm. Tam keçirdək. Keçdi radyomlar. Bir dənə kodlayıb yoxlamaq lazımdır. Samukı açdıq. Xofladıq. Dostlar, gördüyünüz kimi qazda götürür. Normal da işləyir, sönmür. Arxayın edim işləməyinə. Çünki diaqnoz qoymuşdum ki, beynindədir. Amma sökəndə içində gördüm ki, o problem var. Onda arxayın oldum ki, bildim ki, problem ondan olacaq. Yəni, Valvetronikin beynindən. İndi bir balaca detonasiyası var, əsməyi var. O da yəqin ki, diagnostik ilə korreksiyalarını eləmək lazımdır. Xətalarını silmək lazımdır. Ondan sonra bunlar da düzələcək. Belə, kimin sualı olsa, şərh bölməsində yazar, cavablandırırım. Sağ olun dostlar.